Salam hörmətli izləyicilər, xoş gördük sizləri Kənd Heyvanları kanalında. Əziz izləyicilər, çoxdandır bura video çəkib paylaşmırdım. İnşallah bugündən gözəl mövzulara toxunacağam və burada gözəl videolar çəkib sizinlə paylaşacağam. Sizdən də artıq dərəcədə xahişim odur ki, əgər kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun, çünki biri-birindən gözəl videolar, məlumatlar gəlir. Deməli, əziz izləyicilər, bugün burada bu mövzuya toxunmaq istərdim. Quşlar TV-də var idi. İndi istədim də bugün də burada bu mövzuya toxunam. Toyuqlarda bit olanda, gənə olanda onları necə təmizləmək lazımdır. O haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, toyuqda bit olanda, yəni bu damda da olur artıq, yəni damı da təmizləmək lazımdır. Bunları hansı vasitələrlə, hansı dərmanlarla təmizləmək lazımdır. Deməli, əziz izləyicilər, əgər toyuqlarda bit varsa, birincisi bars ən yaxşı təmizləyir, yəni toyuqları belə deyim, bitdən, zatdan təmizləyir. Belə deyim, şeydə satılır da, elə bil o quş zat, yemi zat satılan yerlərdə, o mağazinlərdə it üçündür bars fıskırdan dərmandır. Deməli, ondan alırsınız, harca 5-6 manatdır və çox da toyuğu görür, yəni belə deyək də, fıskırdısınız onu. Toyuğun qənədinin altına, bud hissəsinə, quyruğunun üstünə o barsı fıskırdısınız. Bu toyuqların yaxşı bitini təmizləyir. Ümumiyyətlə o it pişiyi üçündür. Ancaq toyuğa da yəni vururlar, heç bir ziyanı yoxdur və toyuqları bitdən təmizləyir. Ondan sonra əziz izləyicilər, baytarlıq aptekində satırlar. O da çox güclü dərmandır, düzdür. Mən onun adını elə bilmirəm, nəyə görə bilməm. Çünki ondan 1-2 dəfə aldım, işlətdim və nəticəsində gördüm. Sonra mən başqa vasitəyə keçmişəm, amma o da yaxşıdır. Yəni sizdə o müəyyən vasitələr olmasa, baytarlıq aptekindən belə pəmbə rəngdə, roz rəngdədir belə. Ondan alıb belə un kimidir, toz kimi. Alırsınız toyuqların qənədinə, quyruğunun üstünə, ondan sonra bud hissəsinə belə yaxsınız. Və bütün o pitlərini tökəcəkdir. Yəni çox gözəl nəticə verir. Onu həmçinin əgər həyətinizdə it pişiyi saxlayırsa, onlarda da varsa onlara da edə bilərsiniz. İnandırım sizi çox gözəl bitdən təmizləyir. Yəni bax, ikinci vasitədə budur. Yəni mənim istifadə etdiyim. Bir də əziz izləyicilər, mən həmişə demişəm, bitin, gənənin bir nömrəli dərmanı küldür. Yəni bax, mən həmişə demişəm ki, Novruz bayramlarında, o kənd yerlərində, rayon yerlərində kim toyuq saxlayır, tonqal qalayırlar da, yəni küçədə. Və onu sabahsı günü o külü yığırsınız. Təbii ki, o kül ağacdan olmalıdır da, yəni ağac yox. Əgər içində belə deyim, o şey zat qoyurlar, ona nə idi, təkər zat qoyurlar, o biraz ziyandır da. Elə ziyan deyil, amma yəni o yaxşı effekt verməyəcəkdir. Ağacdan olan tonqallar, yəni küllər daha yaxşıdır. O külü yığırsınız vedralığa bax və toyuqlarda da bu şeyi gördünüz, yəni bu problemi, əgər belə deyək də, şey varsa, biti varsa, gənəsi varsa, bax görürsünüz, indi orada toyuqlar yerdə eşələnirlər. Bax, elə bir harda o toyuqlar elə eşələnir, o külü ora töküsüz. Və tökəndən sonra toyuqlar özləri gəlib eşələnəcəkdir və bitin pitini tökəcəkdir. Yox, əgər siz sertifikada saxlayırsınızsa, düzdür, sertifikada da müəyyən yerlər var ki, orada toyuqlar eşələnirlər, belə deyim, pitlərini tökürlər. Bax, orada da şeyə töksüz da, o hardakı eşələnirlər, sonra yekə bir vanna varsa ondan qoya bilərsiniz. Və həmən vannanın içinə o küldən tökə bilərsiniz, toyuqlar girsin, onun içində eşələnsin və bitlərini töksün. Ondan sonra əziz izləyicilər, dama da, əgər damda bit varsa, gənə varsa, damı ümumiyyətcə belə deyərdim, bir qat torpağını yığırsınız, süpürürsünüz, eləyirsiniz, qəşəng təmizləyirsiniz
və damın hər tərəfinə o külü töküsüz. İnandırım ki, o kül biti çox yaxşı belə deyərdim aparacaqdır. Həmçinin tarlar varsa ola bilər ki, bitlər tarlara girə bilərlər da, yəni tarın zadın üstündə ola bilər. O tarları da neftlə, kerosinlə, nə bilim da elə şeylərlə təmizləyirsiniz. Yəni üstünə fıskırdısınız ki, o fıskırdan içinə məsəl üçün nöt, neft belə deyək, kerosin töküb və yaxşıca fıskırdısınız ki, bütün oradakı bitləri, gənələri o təmizləsin. Çünki bit gənə o neftin, nödün, kerosinin iyini götürmür. Və orada həm məhv olacaqdır, öləcəkdir, həm də təmizlənəcəkdir. Yəni bax, kül bir nömrəli bitin dərmanıdır. Yəni elə bir şey oldu, dama kül töksüz, damda əgər bit varsa təmizləyə bilmirsinizsə, kül əlavə edin, özünüz nəticəsini görəcəksiniz ki, necə yaxşı aparır. Hətta indi bir çoxunuz bilərsiniz, keçmişdə nənələrimiz, babalarımız deyirdi ki, küldə eşələnən toyuqda bit olmaz. Yəni kül bitin bir nömrəli dərmanıdır. İndi sizdə də belə deyim, yoxdursa, məsəl üçün o kül zat yoxdursa, tonqal zat yığmayıbsınız külünü. Özünüz bir ağaçlar tapın, onları yandırın və külünü götürün, dama tökün və yaxud toyuqlar harda belə eşələnir, ora tökün, özləri orada eşələnib edəcəklər, necə deyim, bitlərini tökəcəkdir. Yəni bax, bitin bir nömrəli dərmanı o küldür. Bir abunəçim Quşlar TV-də yazmışdı ki, qara kömürü əzif töksək nətər olar, o satdıq alıb. Onu alıb yandırıb, yəni əzməkdənsə yandırıb, içinə də biraz belə nefsat qatasız, yaxşı yandan sonra o külə dönür. O külü götürüb elə səpə bilərsiniz. Yəni çox yaxşı şey olacaq da, yəni xeyri olacaqdır. Yoxsa onu əzməklə o elə yaxşı olmayacaq. Düzdür, onu da tökə bilərsiniz. O toyuq zat hətta o kömürü yeyəcəkdir, o da sinirməsinə zada yaxşıdır, yəni həzmə zada yaxşı olacaqdır. Ancaq kül olsa, kül daha da yaxşıdır. Yəni toyuğun bütün bitini tökəcək. Bax, görürsünüz videoda da toyuqlar necə eşələnirlər. Bax, ora kül tökmək lazımdır. Əgər toyuqlarınız harda eşələnir və bütün o toyuqların bitlərini, gənələrini inandırım sizə tökəcəkdir o kül. Yəni külün bir nömrəli dərmanı, daha doğrusu bitin bir nömrəli dərmanı küldür. Abunəçilərim indi əgər baxırlarsa, toyuqlarında bit varsa, yəni dağa daşa çıxmasınlar, yəni nə edim, nə eləyim deməsinlər, elə götürüb, belə deyim, küldən onu müalicə eləsinlər. Yəni kül onu çox gözəl aparacaqdır. Həm dama töksüz, damdan təmizləyirsiniz, tarlarınızda da bəx dediyim kimi neftlə, həm də ki eşələndikləri yerlərə töksüz və o təmizləyəcəkdir. Və toyuq da ki, əgər biti varsa, gənəsi varsa, yaxşı yumurtamır, eləmir, yumurtasının kəsilməyinə də səbəb olur. Ancaq o külla onu təmizləyirsiniz və özünüzdə nəticəni görəcəksiniz ki, toyuqlar başlayır yenidən yaxşı inkişaf edib, yaxşı yumurtamağa. Bax, belə əzizləyicə, bugün də istədim bu haqda danışıb məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun, çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Belə, sağ olun əzizləyicilər, salamat qalın.